İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Növbəti mərhələdə Ağdam şəhərinə 92 ailə, daha dəqiq desək 332 nəfər köçülüb. Əzəli yurdlarına qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır. Qayıdıram öz vətənimə, öz yurduma. 34 yaşında çıxmışdım, indi 68 yaşım var. Belə Qarabağa gedim, balalarımı, nəvələrimi orada yaxşı belə ruhda böyüdüm. Ondan sonra vətənə layiqli övladlar olsun. 8 yaşım vardı, 13 yaşımda çıxmışam. 30 yaşımda gedirəm də torpağıma, öz torpağı elim olmama. Günə göz hamı yesin də torpağına, biz də Sinon qarşımda. Firavanlıq olsun, yaxşı olaq. Bütün qaçqınlara qismət olsun bugün. Sevinclə gedirəm. Sevincimin hədudunu yoxdur. Neçə ildir torpaq həsrətindəyik. Bu yaşımda məni ona qismət elədi. Gedim torpağımı görüm, vətənimi görüm. Ondan sonra nə olursa olsun qızım.